Məqsəd və intonasiyaya görə cümlənin növləri ilə bağlı bəzi məsələlərə baxaq. Məqsəd və intonasiyaya görə. İndi yazmıram da, dərsin adını qeyd elədim. Məqsəd və intonasiyaya görə cümlənin növlərinə baxaq. Hərəsi haqqında bəzi qeydləri deyəcəm. Məsələn, sizə belə bir cümlə düşüb. Məgər sən gedəcəksən, bu sual cümləsi sual ədatı və sual intonasiyası ilə yaranıb. Fikir versinizsə, məgər sual ədatıdır. Burada da sual işarəsi var. Sual intonasiyası ilə yaranıb. Həm də sual ədatı. Digər nümunəyə baxaq. Bəs sən nə vaxt gedəcəksən? Nə vaxt gedəcəksən? Buna isə deyirlər kompleks sual cümləsi. Niyə görə? Çünki burada bəs sual ədatıdır. Nə vaxt sual əvəzliyidir. Gedəcəksən də burada sual işarəsi qoyulub, yəni sual intonasiyası. Deməli, hər üçü olduğuna görə aşağıdakı cümləyə biz nə deyəcəyik? Kompleks sual cümləsi. Çünki burada sual ədatı da var. Bəs nə vaxt sual əvəzliyib? Üstə gəldi sual intonasiyası. Sonra digər məsələyə baxaq. Məsələn, tutalım belə bir cümlə düşür. Tapşırığımı yazım. Tapşırığımı yazım. Sizcə bu hansına aid ola bilər? Təbii ki, bu əmr cümləsi. Niyə görə? Çünki burada feilimiz əmr şəklindədir. Biz həm də bilirik ki, feilin əmr şəkli şəxsə görə fərqli dəyişir. Ya sözün kökü, həm də qrammatik şəkilsi. İndi bizim bu əmr şəklində olan əmr cümləmizdir. Yəni bunu asanlıqla sual cümləsinə çevirə bilərik. Tapşırığımı yazım. Fikir verirsiniz. Düzdür. Yenə də feilimiz əmr şəklindədir, amma artıq əmr cümləsi deyil, sual cümləsidir. Buradan artıq biz hansı qayda əldə edirik? Deməli, həm əmr cümləsinin, həm də sual cümləsinin xəbəri feilin əmr şəklində ola bilər. Fikir verdiniz. Mən buradan sual işarəsini silirəm. Olur feilim cümləmin deməli, əmr cümləmin xəbəri feilin əmr şəklində. Və mən bura sual işarəsini əlavə edirəm. Məqsəd və intonasiyaya görə cümlənin növü dəyişdi. Oldu sual cümləsi, amma xəbər olduğu kimi qaldı. Xəbər nədir? Feilin əmr şəkli. Məsələn, deyirəm ki, nə gözəl mənzərədir. Mənzərədir. Burada nə baş verir? Fikirlərsiniz, burada sual intonasiyası var. Xeyr. Hamımız bilir ki, nə ədatdır? Bu nəqli cümlədir. Nə gözəl mənzərədir. Yəni, diqqətli olaq. Burada biz bilirik ki, nədir, necədir, bunlar nədir? Qüvvətləndirmə ədatlarıdır. Yəni, belə də bax, səhvə yol verə bilərsiniz. Çünki burada artıq nəqli cümlədir. Burada sual əvəzliyi deyil. Və bir məsələni qeyd edeyim. Sual əvəzliyi, məsələn, deyirəm ki, sən nə vaxt, sən niyə yazdın? Niyə yazdın? Və yaxud da məsələn, yazaq ki, sən haraya gedəcəksən? Haraya gedəcəksən? Artıq sual cümləmiz, sual intonasiyası və sual əvəzliyi ilə formalaşıb. Biz buna necə cavab verəcəyik? Bəli ədatı ilə, yəni bəli söz cümləsi ilə. Xeyr. Əlbəttə modal sözünün olduğu söz cümlə ilə. Xeyr. Nida ilə xeyr. Məsələn, aha. Xeyr. Bəs nə ilə cavab verəcəyik? Konkret cavab mı? Yəni sual əvəzliyi olsa konkret bir cavab verməliyik. Sən hara gedəcəksən? Şəhərə. Şəhərə. Burada nə deyəcək? Yarımçıq cümlə. Bir neçə üzvü buraxılan və asanlıqla bərpa edilə bilən cümlədir. Görürsünüz, yarımçıq cümlədir. Yəni konkret cavabı nə verəcək? Haraya.
Haraya da burada nə əvəz eləyib? Yer zərfliyini. Fikir verdiniz. Sual əvəzliyi olaraq, yəni haraya, nitq hissəsi olaraq isim əvəz eləyib, şəhər. Cümlə üzvü olaraq fikir verirsiniz, zərflik sual əvəzliyi ilə əvəz olunub. Konkret olaraq cavabı nə veririk? Zərflik sual əvəzliyidir daha doğrusu. Yəni nitq hissəsi olaraq haraya biz bilirik ki, sual əvəzliyidir. Şəhərə də artıq isim. Yəni burada cavabı nəyə verəcəyik? Sual əvəzliyinin əvəz etdiyi nitq hissəsinə uyğun olaraq cavabı şəhərə sözünü verməklə kifayətlənirik. Yəni daha burada söz cümlə kimi bəli, yox, xeyr, əlbəttə, afərin bu kimi cavablar verə bilmərik. Yəni söz cümlədən istifadə edə bilmərik, konkret cavab tələb etməlidir. Məsələn, yazaq ki, bir cümlə yazaq. Deyək ki, bunu həll edin. Bunu həll edin. Bunu həll edin. Fikir verdiniz. Əmr şəklindədir, ikinci şəxsin cəmində. İndi mən burada nida qoyuram. Artıq mənim cümləm əmr cümləsi deyil. Artıq nida cümləsidir. Deməli, nida cümləsində xəbəri feilin əmr şəklində ola bilər. Və yaxud da sizi çaşdırmaq üçün belə bir cümlə verə bilərlər. Məsələn, sən bunu yazmalısan. Bunu məsələn oxumalısan. Sən bunu və yaxud da etməlisən, oxumalısan. Şagird deyə bilər ki, bu əmr cümləsidir. Xeyr. Feilin vacib şəklindədir xəbərimiz və bu birbaşa nəqli cümlədir. Baxmayaraq ki, cümlədə əmr tərzi var, amma feilimizin xəbər şəklindədir. Daha doğrusu xəbər olaraq xəbərlərlə ifadə olunur, feilin vacib şəkli, yəni feilin əmri şəkli deyil. Ona görə də bu cümlə olacaq nəqli cümlə. Amma mən bir dənə bura nidanı gətirsəm, baxın, olacaq nida cümləsi. Amma mən bura bir dənə sual işarəsini gətirsəm, olacaq sual cümləsi. Amma mən bura nidanı gətirsəm həm də, nə olacaq? Nida cümləsi. Yəni nida üstünlüyü təşkil edəcək. Ola bilər ki, əmr və nəqli cümləni şagird qarışdırsın. Məsələn, biz oxuyaq. Şagirdə sual verə bilər ki, bu cümlə neçə cür? Məqsəd və intonasiyaya görə cümlənin neçə cür? Deməli, məqsəd və intonasiyaya görə cümlənin növlərindən hansılarda düşünülə bilər? 2 cür. Biz oxuyağı arzu şəklində düşünsək, y bitişdirici, a, q şəx şəkilçisi, a arzu şəklinin şəkilçisi, y da bitişdirici. Belə düşünsək, bu nəqli cümlədir. Yox, əgər biz bunu feilin əmr şəklində düşünsək, oxu sözün kökü ya y bitişdirici, a əmr şəkli birinci şəxsin cəmi, onda bu əmr cümləsidir. Amma əgər burada cümləmizin əvvəlində kaş olsa, yəni kaş, təki, barı, arzu edatlarından biri olsa, bu nəqli cümlədir. Yox, əgər gəl biz oxuyaq olsa, əmr ədatı işlənsə, artıq bu əmr cümləsi olacaq. Məsələn, qeyd edirəm ki, sən sabah gedəcəksən. Sabah gedəcəksən. Bu necə cümlədir? Bu nəqli cümlədir. Ən çox məqsəd və intonasiya cümlənin növləri içərisində daha çox işlənən nəqli cümlədir. Amma bir dənə mən bunun sonunda sual işarəsi işlətsəm, olacaq sual cümləsi. Nida işarəsi qoysam, olacaq nida cümləsi. Əmr cümləsindən başqa. Çünki bu dəqiqə bunun xəbəri nə ilə ifadə olunub? Feilin xəbər şəkli. Bu qədər. Kanalımıza abunə olmağı və videoları bəyənməyi unutmayın. Sağ olun.